İmam Hüseyn əleyhissalamın 6 aylıq bir oğlu var idi. Əli Əsğər adında. Gətirdi meydana onu. Dedi, heç olmasa bu uşağa biraz su verin. Oxu qoydular kəmana, onun boğazını nişan aldılar. Ey eşkimin sultanı Hüseyin, ey derdimin dermanı Hüseyin. Əziz əzadallar, su içəndə Həzrəti Əli Əsğəri unutmayın, yadınızdan çıxartmayın. İmanı Hüseyin, imanı Hüseyin. Vay, bu əza rəsmini saxlaram. Fizzət Yer xanım Zeynəb salamullahi aleyha Əli Əsğərin köynəyini çıxartmışdı. Öz niqabı ilə yelləyirdi ki, bəlkə onun bədəninin hərarətini sansınlaşır. Uşaqlardan biri dedi, bibi, gedək Əqilin övladlarının xeyməsinə, bəlkə onun xeyməsində, məşkilərin dibində biraz su olar, Xanım Zeynəb bilirdi orada su yoxdur. Amma dəymədi ürəklərinə, onların ürəyinə dəymədi, dedi gedək. Əqilin xeyməsinə çatana qədər 17 nəfər balaca uşaq qoşuldu bunlara. Gəldilər xanımın arxasıca, yəni bibi su tapsa bizə də verəcək. Bir Allah bilir xanım Zeynəb orada nə qədər xəcalət çəkdi, nə qədər xəcalət çəkdi. Qurbandı sənə, aşiqlərin əşki ağaca, Zəhra deyib dərmandı sənə. İmam Hüseyn əleyhissalam gəldi xeyməyə. Götürdü Əli Əsğərini, gəldi düşmən qabağına. Buyurdu, əgər mənə rəhm eləmirsiniz, bu balaca uşağa biraz su verin, əgər mənə rəhm eləmirsiniz. Görmürsünüz taqətsizlikdən ağzını necə açıb bağlayır, hərmənə baxır, düşmən baxır. İmam su iltimas eləyir, bunlar baxırlar. Ömər Səədə deyir, hərmənə deyir, niyə avara qalmısan? Niyə avara qalmısan? Ömər Səəd deyir, hərmənəyə deyir ki, niyə dayanmısan? Niyə vurmursan? Dedim, bilmirəm, hansın vurum, atasın yoxsa uşağı? Dedi, əmə tərə təhtə bəyadı nəhri, boğazının ağlığını görmürsən? Yəni uşağın boğazını görmürsən, necə ağarıb? Oxu qoydu kamana, yayı çəkdi. Qulaqdan qulağa, qulaqdan qulağa. Gəl Zeynəbim yubamma, oxlandı Şirxanim, qandan giyibdi köynək, sərbazı namidarım. Vay, Kərbəla, Kərbəla, Kərbəla. Vay, Kərbəla, Kərbəla, Kərbəla. Vay, Kərbəla, Kərbəla, Kərbəla. Ay Kərbəla.